Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyənizi ayırıb kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir 28 mayda, 28 may metrosunun yanında, yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, bütün mebel və texnika ilə təmin olunmuş, geniş 3 otaqlı mənzildir. Yəni əlavə nə isə almağa ehtiyac yoxdur, sadəcə gəlib yaşamaq qalır. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz. Daxil olduqda sağ tərəfdə bu hissədə dressuar var, arxası Venesianka boyadır. Bura yerləşdirilib sağ və sol daraqlardan istifadə olunub, lepka daraqlar. Girişdən daxil olduqda üzbəüz bu hissədə qardirob mebelimiz yığılıb, divarı çelik, gəlin içərisini göstərim. Dərinlik də yaxşıdır. Demək olar tam axıra kimidir. Yuxarı hissələrdə hamısı şkafdır. Girişdə döşəmə qranitdir. Üstü döşəmə ilə təchiz olunub. Bu hissələrdə də buralar yerləşdirilib. Və burada nəyimiz var? Divarda dekorativ boyalardan istifadə olub. Yəni adi divar kağızı və yaxud emulsiya deyil. Yerləşmənin otaqları göstərim sizə. Girişdən daxil olduqda solda mənzilin bir sanitar qovşağı var. Burada isə ikinci sanitar qovşağı, mətbəxi, əsas yataq otağı, ikinci yataq otağı, buransı artıq gördünüz, mənzilin qonaq otağıdır. Gəlin elə buradan başlayaq, mən hər şeyi sizə göstərim. Geniş qonaq otağımız var, yəni təxmini 25-27 kvadrat olar, bəlkə də biraz artıqdır, yəni mən təxmini ölçünü nəzərdə saxlayıram. Görürsünüz, bütün mebel dəsti hamısı tam rahatlıqla yerləşdirib, divan, 2 ədəd kreslomuz, mərkəzdə jurnalli, o hissədə 6 nəfərlik masamızı yerləşdirib, əlavə olaraq da yenə boş ərazi qalıb, yəni onu demək istəyirəm, ölçüsü genişdir qonaq otağının. Pərdəmiz asılıb hazırdır, burada mənzilin eyvanına da çıxış var. İşıqlandırması lüstrlardan istifadə olunub, 2 ədəd lüstr yerləşdirilib, biri masanın üstündə, digər isə bu tərəfdə. Yenə divarda buralar, lepka daraqları görürsünüz, kondisioner qoyulub hazırdır. Bu hissədə böyük ekran televizorumuz yerləşdirilib, yenə bunun da arxası Venesiankadır. Venesiankadan istifadə olunub, döşənməsi bambuq parketdir. Burada əlavə nəyimiz var? Daxil olduqda qonaq otağına sağ tərəfdə burada da güzgü yerləşdirilib. Bu da otağın daha da geniş görünməyinə səbəb olur. Gəlin keçək, biz vaxt itirmədən mənzilin mətbəxini göstərim sizə. Mətbəxin də ölçüsü çox genişdir. Gözəl də təmiri var, gözəl də dizaynı var. İnşallah bunu canlı baxanda da şahid olacaqsınız. Onu ilk öncə qeyd edim ki, girişdə olan üstü döşəmə burada da davam etdirilib. Buranın da döşəməsi qranitdir. 4 nəfərlik masamız yerləşdirilib. Bu hissədə yenə Venesiankadan istifadə olunur. Yəni bunlar əllə işlənilir. Sağ və sol güzgülər, yenə buralar. Bu hissədə də yenə kondisionerimiz. Buradan mənzilin eyvanına da çıxış var. Yeni, gözəl mətbəx mebelimiz yığılıb, 3 hissədən ibarətdir, yuxarı hissələrdə şkafdır, dərinlik də çox yaxşıdır, yəni ki, videodan da hiss olunur, bu hissəni də göstərim, təxmini təsəvvürünüz yaransın. Üstü mərmərdir, 2 qapı soyuducumuz yerləşdirilib burada, burada deməli qabiyan da var, hamısı da tanınmış markalara məxsusdur, sobalarımız bu hissədə. Yəni bir sözlə gözəl mənzildir, keyfiyyətli də təmiri var. Lüstrumuz da yenə yerləşdirilib, burada əlavə olaraq spotlar da var. İşıqlandırmada istifadə olunub. Keçək, mən sizə burada nəyi göstərim? Mənzilin əsas yataq otağının. Otağında ölçüsü çox genişdir, yəni yaxşıdır, təxmini 20-22 kvadrat olar, bəlkə də biraz artıqdır. Burada nəyimiz var? Make-up görürsünüz, böyük güzgümüz var, tam axıra kimi gizli işıqla, aşağı hissəsi şkafdır. Gözəl taxtımız yerləşdirilib bu hissədə, tavan hissənin gözəlliyinə baxın, fərqli tərzdə lüstrumuz, gizli işıqlar, yenə buralar da yerləşdirilib bu hissədə və burada divar içi şkafımız yığılıb. Buranı da göstərim. Yəni əşya, paltar, ayaqqabı bunları yerləşdirmək üçün heç bir problem yoxdur. Burada da kondisionerimiz var, yenə eyni qayda ilə ölçülər də genişdir, yaxşıdır. Ümumiyyətlə mənzilin ölçüsü yaxşıdır. Buradan mən sizə göstərim mənzilin sanitar qovşaqlarını qeyd etdim. 2 ədəddir. Bu kiçik sanitar qovşaqdır. Hər bir şey tam hazırdır. Divar içi unitaz.
boydadır. Və burada da təbii ki, isti döşəmə ilə təchiz olunub. Digəri isə girişdən daxil olduqda sol tərəfdə yerləşir. Əsas sanitar qovşağı. Buranın ölçüsü digərindən böyükdür. Paltar yönüsündə yer burada ayrılıb və burada yerləşdirilib. Duş kabinimiz yığılıb. İçərisi də çox genişdir. Divarçı aksesuarlardan istifadə olunub. Gözəl də boydadırımızı görürsünüz. Yəni dediyim kimi mənzil tam hazırdır. Əlavə nə isə almağa ehtiyac yoxdur. Keçək. İkinci yataq otağını da göstərim, sonra mənzili məlumatlarını və qiymətini nəzərinizə çatdıracağam. Bura isə dediyim kimi mənzilin ikinci yataq otağıdır. Digər yataq otağından ölçü olaraq balacadır. Yəni bura istəsəz uşaq otağı kimi, böyük otağı kimi də istifadə edə bilərsiniz. Hər istiqamətdə uyğundur. Dediyim kimi tam əşyalı taxtımız, bu hissədə yenə şkafımız yerləşdirilib, ona görə də deyirəm, paltar, digər əşyalarınızı yerləşdirmək üçün heç bir problem yoxdur. Kifayət qədər yerimiz var. Gözəl buramız, üstür, pərdə asılıb və bütün otaqlarda kondisioner var. Tam hazır vəziyyətdədir. Belə, mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatlarını bir daha nəzərinizə çatdırım. Mənzil yerləşir 28 mayda 28 metrosunun ikinci çıxışının yanındadır. Yeni tikili yaşayış kompleksində gözəl də kompleksdə geniş həyəti, uşaq meydançası, yeraltı avtodayanacağı, yəni hər bir şey var. Yeni binadır. Mənzil də yenidir. Yaşayış olunmuyor. Bütün əşya və texnika hamısı təzədir. Dediyim kimi 3 otaqlıdır. 120 kvadrat ölçüsü var. 17 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Və mənzilin start olaraq qiyməti 484 min manat təyin olunub. Real alan adamla yerində danışıq olacaq, endirim də nəzərə alınıb. Belə əlavə məlumat üçün də göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.